Tərəfi 5 metr olan kvadrat şəkilli xalçanı eni 5,2 metr olan düzbucaqlı şəkilli otağa saldılar. Döşəmənin 14 kvadrat metri açıq qaldı. Otağın uzunluğu nə qədərdir? Tərəfi 5 olan bir xalça olsaydı, məsəl üçün kvadrat şəkilli və onu biz bir otağa salsaq, deməli 5'in kvadratı, tərəf 5 olduğu üçün 5'in kvadratı 25. Xalçanın sahəsi 25 kvadrat metrdir. Və eni 5,2 olan, 5,2 metr olan düzbucaqlı şəkilli otağa saldılar. Otağın uzunluğunu B ilə işarə edək. 5,2 vurulsun B otağın ümumi sahəsidir. Və buradan əgər xalçanın sahəsini çıxsaq, yəni 5 vur 5 25'i qalır 14. Çünki qalan sahə bizə verilib 14 olaraq. Yəni 5,2 B bərabərdir 25 ilə 14'ü toplasaq 39. B də bərabərdir 39 bölünsün 5,2. Hər tərəfi 10'a vursaq 390 bölünsün 52. Hər ikisini 13'ə bölsək 30. 13'ə bölsək burada 4 düşər. 30'u da 4'ə bölsək 7,5 alarıq. Deməli otağın uzunluğu 7,5 metr olar.